Dostlar, mən hazır açdım. Saçlarıma baxın, çolkalarımı çölə belə vurdum. Dodaq boyamı çəkirdim. Dedim sizə də çəkim. Bu pastelin 205 nömrəli belə deyim karandaşından istifadə eləmişəm. Buradan görsənir. Bəlkə bunu yandırım. Və bura qoyaq. Bu dodaq qələmidir. Bunu çəkmişəm. Üstündən Deborah'nın bu 26 nömrəsini çəkəcəm. Bunu təzə almışam. Rənginə baxın. Rəngi çox qəşəngdir. Qoxusu da gözəldir. Bir də üzərindən bu Catrice'in Glass pomadasını çəkəcəm. Bu biraz belə parıltılıdır. Və bunun tərkibində sanki tint var. Bunu çəkəndən sonra dodağımda belə deyim də rəng qalır. O şey xoşuma gəlir. Belə, bu arada Dyson'ı belə deyim bağlamışam. Korobkası buradadır. Çıxanda indi onu verəcəm kargoya. Üstümdən biraz yük elə bir atıldı. Onu necə bağlayacağım deyə düşünürdüm. Bir də bağlamam gəlib. Bayaq demişdim, istirdim elə onu açım sizə. Sizə outfitimi də göstərərəm. Bir dəqiqə istəyirsiniz gəlin birinci outfitimi göstərim. Bugün belə klaba gedirik. Amma belə deyim bu klab günorta saatlarında başlayır. Berlində belədir ümumiyyətlə. Günorta 3-dən sonra başlayır. Ta neçəyə qədər, nə qədər istəyirsiniz qala bilirsiniz. Baxın, belə giymişəm. Belə bir ətəkdir. Qısa, belə bir bluzum var. Bunu qışda Pull&Bear indirimlərindən almışdım. Üzərində belə qaşlar var. Bu cins ətəyimi də keçən illərim yayda almışdım. Heç geyinməmişəm. Bunu da birinci dəfədə geyinirəm. Bunu da birinci dəfədə geyinirəm. Dedim belə geyinim. Bu arada saçlarım bayaq da dediyim kimi çox qəşəng oldu. Ümumiyyətlə bu dalğaları daha çox bəyənirəm və çox qalıcıdır. Yəni biraz düşdü, amma əladır. Nəysə, keçək bağlamaya. Bağlamamız budur. Salih mənə 8 martda, hayda bura Türk fərhən getdi. Salih mənə 8 martda bir də hədiyyə olaraq alış-veriş kartı belə deyim hədiyyə eləmişdi, 100 evroluq və mən onu istifadə eləməmişdim. Əslində backpack çoxdan lazım idi, sadəcə mən almırdım. Mənim backpackim əslində Salihin backpackidir, hətta Salihin atasının backpackidir. Mən onu çox sevirəm. Çünki çox ciblidir filan, çox praktikdir istifadə eləməyə. Ona görə almırdım. Salih hər dəfə deyirdi ki, bu qədər şey alırsan, bir dəfə özümə backpack al filan. Və mən axır ki qərara gəldim ki, backpack almalıyam, çünki artıq o çox köhnədir. Və aldım. Gəlin sizə onu göstərim. Çox gözəl bir backpack almışam. Gəlin açaq. Neyirsən? Nəyi? Nə dəsmal götürən? Edit eləyərsən. Yaxşı, gəl. Gözümə nəsə tük girib, elə bir. Qapını bağladım. Gəlin, əvvət açıb göstərim. Baxın. North Face'dir. North Face'dən almışam. Sizin Salihdə eynisi var, qarası. Salih hədiyyə almışdım keçən Christmasda. Mən bunu alanda da bunu çox bəyənmişdim. Üzərində belə stikerlər var, görürsünüz. Sadəcə bu həmişə autostok olurdu. Rəngi də belə qəribə. Mən daha açıq gözləyirdim, amma belə bozdu, qəşəngdir. Yaxşı ki açıq deyil, çünki tez çirklənməsin deyə. Çox gözəldir. Deməli, cibləri belədir. Bir dənə belə cibi var. Ata Salih'dəkindən bilirəm. Burada belə zamoklu cibi var. Belə cırt-cırtlı cibi var. İçərisində balaca cibləri var. Sonra bir də ön hissəsində belə zamoklu cibi var. Açarsan qoymağa. Arxa hissəsi isə daha çox belə deyim, laptop üçündür. Buradan laptop qoymağa yeri var və burası da belə bu formadadır. Mənim indiki belə deyim, daha doğrusu köhnə somkamda 1, 2, 3 dənə cib var. Dördüncü də balaca qabaqdadır. Bunda elə bir ki, bir dənə daha azdır. Amma yəni ən ideal versiyası buydu. Bundan daha yaxşı, daha çox cibli və daha qəşəng somka tapa bilmədim. Belə, bunu da dedim sizə göstərim. Qarşıda planlanan 2 trip var. Ora aparacağım özümdən. Belə. Arasında da belə bağlanan yeri var. Düzdür, bu məncə çox da istifadə olunmur. Arxasında da var bağlanan yer. Bu əslində elə bağlı qalsa istifadə oluna bilməz yəqin ki. Baxın, belə. Dedim sizə də göstərim. Bu qədər.
Unpackingimiz bitdi. Belə, indi birazdan hazırlaşıb çıxacağıq. Düzü bilmirəm orada çəkiliş eləmək olar yoxsa. Burada adətən klublarda icazə verilmir çəkilişə. Yəni ki, orada heç bir çəkiliş eləməyəcəm. Daha sonra yeməyə falan gedəcəm, bəlkə orada çəkərəm. Hələlik. Mən hazırlaşdım. TikTok üçün video çəkirdim. Gəlin sizin üçün də göstərim outfitimi. Mən buradan tam göstərəcək yoxsa yox. Gəlin sizə də göstərim. Belə giyinmişəm. Bu çantamı götürdüm. Qırmızı. Geçin TikTok'dan videoma baxa bilərsiniz. Burada TikTok ünvanını da qeyd edəcəm sizin üçün. Biz çıxdıq, gedirik. Bu bizim evin arxa tərəfidir. Baxın, bura belədir. Çox qəşəng həyətdir. One eternity later. Salam hər kəsə. Mən dərsdən gəlmişəm. Bugün alman dilim var idi. Axır ki B1-ə başladım. Birdən yadıma düşdü ki, bu həftə sonu Flea Marketdən 1-2 maraqlı belə deyim, əşyalar almışam. Onları sizə göstərim. Birincisi set almışam. Bunu çoxdan da istəyirdim. Belə bir setdir. Baxın. Bu elə bir ki, antik nəlbəki. Bu formada çaşqasıdır, görürsüz. Və mochi də gəlib, buna baxın. Mochi xoşuma gəlir. Hər şey iynəməlidir. Buna biraz tərəfə geçim. Belə bir setdir. Üstdən də göstərərəm. Deməli, nəlbəki, boşqab və belə bir çaşqa. Gəlin sizə belə də göstərim. Çox gözəldilər. Çoxdan da belə bir şey istəyirdim əslində. Hər yerdə belə deyim, az olurdu. Necə az? Yəni bir dənə məsələn set olurdu normalda. Keçən həftə mən bunu görmüşdüm. Sadəcə üstümdə nağd pul aparmadığım üçün ala bilmədim. Adətən yəni Flea Marketdə nağd pul lazım olur. Bu dəfə gedəndə qarşıma çıxdı. Dərhal aldım. İndi sizə göstərəcəm. Baxın, belədilər. Baxın, bu formadadır. Stakan belə sarı. Çox gözəldir. 4 ədəd aldım. Və bunun birini inanmazsınız neçə almışam. Normalda belə antik setlər əslində baha olur. Bir yerdə sadəcə bunun dənəsini, yəni bu 3 dənəli setin, boşqab, nəlbəki və bu çaşqanı 5 evroya verirdi. Bir dənəsinə 5 evro. Mən də 4-ünü aldım, 20 evro verib. Bunları ilk qonaqlıqda istifadə edəcəm. Çox bəyənərək almışam. Mən ümumiyyətlə belə antik servisləri çox sevirəm. Belə fincanlarda çay içəndə sanki çay daha dadlı olur. Mən daha çox bəyənirəm. Belə, bu ən gözəl tapıntılarından biri idi və məncə bu alış-verişin ən gözəl tapıntısı növbəti göstərəcəyim məhsul olacaq. Demirəm ki, başa düşməyəsiniz nədir. Və məncə bu alış-verişin ən gözəl tapıntısı bu çanta oldu. Qızlar, bu çantanı Flea Marketdən çox belə uyğun qiymətə almışam. Furladı, görürsüz. Əsl dəyəridir. Mən bunu 40 evroya almışam. Çox bəyəndim. Yəni rəngi çox gözəldir. Ümumiyyətlə forması çox gözəldir. Bu formada qalır, baxın. İçi filan ideal vəziyyətdədir. Deyim ki, yəni köhnədir filan. İdeal vəziyyətdədir. İçi filan çox gözəldir. İkinci əldir, amma yəni çox gözəldir deyə mən aldım. Yaxşı vəziyyətdədir deyə aldım. Bunu çox sevərək taxacağam. Dediyim kimi əsl dəyəri olmağı və belə qiyməti olmağı çox xoşuma gəldi. Əslində bu həftə yox, onun əvvəlki həftədə bir dənə Fossil brendinin çantası var idi, bej rəngdə. Böyük idi biraz. Şəklini bilmirəm çəkmişəm yoxsa. Əgər çəkmişəmsə qoyaram bura harasa. O da çox yaxşı idi. Onu ümumiyyətlə 25 evroya verirdilər. Çox ucuza. Sadəcə almadım onu. Düşündüm, bej rəngdə varımdı çanta. Əslində qırmızı da varımdı. Sadəcə bu inanılmaz çox xoşuma gəldi.
Yəni məndəki olan 5 çantadan çox da gözəl deyildi. Ona görə düz 25 evroya da çox uyğun idi. Sadəcə fikirləşdim, sonra da almadım. Bir də biz bu həftə sonu yox, ondan əvvəlki həftə sonu 2 dənə stul almışıq. Onu da flea marketdən almışıq. Ümumiyyətlə Almaniyada belə deyim də insanlar vintage əşyalardan çox istifadə eləyir. Antik belə deyim, ikinci əl əşyalardan, qədimi əşyalardan. Qiymətləri heç ucuz olmur. Məsələn, əsl taxta olur deyə çox baha olur. Biz çox gözəl 2 dənə stul almışıq. 2 dənə də alacağıq çox güman ki, dəst eləmək üçün. Həm fərqli-fərqli olmağı mənim xoşuma gəlir. İkisi ayrı-ayrı belə dəst eləyəndə daha belə maraqlı bir şey ortaya çıxır. İndi onları da sizə göstərərəm. Onları da aldıq, gətirdik, yudum, təmizlədim. Boşqablar da təbii ki, bu fincan dəstində təbii ki. İndi sizə stulları da göstərim. Baxın, stullar budur. Görürsüz. Belə üstündə bu formadadır belə üstü. 2 dənə idi. Biz ikisini də aldıq. Əslində bunu da uyğun qiymət almışıq. İkisini 30 evro vermişik. Məsələn, keçən dəfə mən bir dənə dəst yenə gördüm. Çox gözəl idi o da. Amma onu dənəsini 50 evroya verirdik. 100 evroya nəsə belə bir şey. Almadım. Düşündüm ki, növbəti dəfələrdə gedərəm. Bəlkə daha uyğun nəsə taparam. Bunlarla sizlə bölüşmək istədim. Bu arada çantanın üstündə belə öz çantasını da verdilər. Bu da yəni təptəzədir, təmizdir. Yəni insanlar bəzən elə bilirlər ki, ikinci əl bu flea marketlərdə filan necə deyim, atılmış əşyalar satılır. Atılmış deyəndə bu antik, bəzən məsələn qab-qaşıq filan ola bilər. Amma yaxşı şeyləri tapmaq mümkündür. Bundan əlavə, mən çox sevirəm flea marketi. Bizim evimizin yanında çox gözəl bir flea market var. Bir də Varşava stansiyası var. Orada çox böyük flea market var. Mən əvvəl bura turist kimi gələndə Salih məni o Varşavadakı flea market aparmışdı. Oradan çox gözəl belə boz paltoya bənzər bir dənə pencək almışdım. 10 evroya yadımdadır. O Bakıdadır, onu gətirməmişəm. Amma onu da çox sevərək geyinirdim. Nəysə, mən ümumiyyətlə çox sevirəm flea market gəzməyi, fərqli-fərqli yerlərə getməyi, nəsə maraqlı şeylər tapmağı. Biraz belə unikal olurlar, ancaq səndə olur o əşyalar. Heç kəsdə olmur. Ona görə çox bəyənirəm. Nəysə, bu gün də dərsdən çıxandan sonra TK Maxx-a getmişdim və oradan belə bir maska aldım. Gil maskasıdır. Yukada baxmışdım. Tərkibi 100 göstərdi. Yəni çox yaxşı tərkib göstərdi. Bu formadadır. Əslində mən bir dənə keçən il Kozmetdən Bakıda olanda Türkiyədən sifariş eləmişdim, almışdım. Mən əslində keçən il iyunda Bakıya gedəndə Türkiyədən Trendyoldan sifariş eləmişdim Kozmetin bir dənə maskasını. Belə də, yəni təriflənən qədər bəyənmədim açığı. Məncə daha yaxşıları var. Əslində Kaudalini almaq istəyirdim. Bu sadəcə təsadüfən qabağıma çıxdı. TK Maxx-a baxanda və bir ədəd idi. %100 göstərəndə də düşündüm ki, şans verə bilərəm, çünki çox da böyük deyil. Belə balaca bir dənə də istəyirdim, çünki harasa səyahətə gedəndə böyük bir şey götürə bilmirəm. Balaca olanda kompakt olur ki, yanında aparmaq üçün filan. Ona görə bunu aldım. Bunu bugün test edəcəm. Bir də bu dodaq boyamı almışdım TK Maxx-dan. Bilmirəm göstərmişəm onu yoxsa. Bu Deborah-dır. İnanılmaz gözəl rəngi var. Düz alanda tərəddüd eləyirdim ki, mənə yaraşar yoxsa yox. Çox yaraşdı. Çox belə necə deyim, neutral tondadır. Məsələn, elə bu köynəyim tondadır. Bunu da H&M-dən almışdım bu arada. Bir həftə filan qabaq. Çox qəşəng belə materialı var, nazik filan. Onu da çox sevərək istifadə edirəm. TK Maxx-da bəzən elə yəni gözəl məhsullar tapıram. Xoşum gəlir, onda arada belə boş vaxtımda onda girib baxıram nələrəsə. Nəysə belə, bu Dyson-u da bugün dünən artıq qaytardım. Bugün çox düşündüm ki, bəlkə qaytarmayardım filan, biraz peşman oldum əslində. Sonra amma artıq düşündüm ki, yox, yaxşı ki qaytardım. Sonra istəsəm alaram başqasını. Bilmirəm. Bu dəfə alsam, yəqin ki, gold rose olan rəngini alacağam. Məsələn, saçlarımı yeni şeylə vurmuşam, hamam xalatının kəməri ilə. İnanılmaz gözəl olub, çox gözəl buruldu, çox praktikdir. Bu biraz mənim öz buruqlarıma da oxşuyur, xırda-xırda buruqlardır deyə və çox qalıcıdır. Amma Dyson-da lazım olur açığı. Məsələn, Bakıda mən onu çox istifadə elədim. Çox əlimdən tutdu, çox tez düzəldir, buruqları çox tez alınır. Bunu amma eləmək istəyirsinizsə, məsələn, gərək çiməndən sonra bir neçə saat başınızda qalsın. Yəni, məsələn, səyahətdə filan məncə Dyson daha əlverişli olar. Əgər belə deyim də tez bazar nəsə saçınızı düzəltmək istəyirsinizsə filan. Belə, yenə danışacağım bir gündəyəm. Dedim, açım kameranı sizinlə də bölüşüm. Bugün həm də video paylaşmışam Bakıdan. Bakının videoları bitmir dostlar. Ona görə bir həftədə 2 dənə video paylaşıram ki, artıq Berlinə keçid eləyək. Hələ Berlinə gəlib çata bilməmişəm. Üzüklərimi də, bunu göstərmişdim deyəsən, bunu göstərməmişəm. Bunu da axırıncı gün Bakıda olanda aldım. Görmüşdüm daha öncə, almamışdım.
Daha sonra düşündüm ki məncə alım. Elə axırıncı gün tez bazarçılığa getdim və bu üzüyü aldım. Bijuteriyaya oxşayan qızıllar çox xoşuma gəlir. Çünki gündəlik taxmağa çox əlverişlidir. Ona görə belə deyim, bu üzükləri demək olar hər gün burada da taxıram. Nəysə belə, indi gedib make-upımı təmizləyəcəm. Bu maskanı test eləyəcəm. Daha sonra Tame Impala konsertdə şəkillər paylaşmamışam. Onu paylaşmaq istəyirəm. Çünki mənim üçün belə deyim, özəl bir konsert idi. Çox sevdiyim üçün istəyirəm post olaraq da qalsın. Nəysə, next konsert də var qarşıda. Bu arada artıq ona da biletləri falan almışıq. Demirəm, gedəndə orada görərsiniz. Oradan da çəkəcəm. Hələ var ona. Hələ 1-2 ay var. Bu gün mayın 5-idir. Bu Hıdrellez, bilmirəm eşitmisiniz yoxsa yox. Hamı ritual falan eləyir. Mən də eləyirəm adətən. İndi fikirləşirəm ki, 2-3 ildir məncə eləyirəm. Açıq xatırlamıram axırıncı dəfə nə yazmışdım, nə etmişdim. Amma elədiyim rituallar adətən tutur, belə deyək. Çünki eləyirəm, yaddan çıxarıram. Adətən belə eləmək lazımdır. Nəyisə eləyirsinizsə, onu sonra unutmaq daha düzgündür. Mən ümumiyyətlə unutmuşam. Yəni nə yazmışam, nə etmişəm, ümumiyyətlə unutmuşam. Bugün onu eləyəcəm yenə. Yenə ritualları yazacağam. Yəni olmağını istədiyim şeyləri olmuş kimi yazacağam və bir dibçəyin dibinə kağızı qatlayıb qoyursunuz. Adətən gül ağacı deyirlər. Gül ağacı, bizdə bir dənə gül açan ağac var, 2 dənə orxideya var, bir də bu kişi xoşbəxtliyi bitkisi var. İkisindən birinə qoyacağam. Daha sonra səhər onu götürüb suyun içinə qoyursunuz. Suda qalır. Kağız parçalanandan sonra suyu dibçəyin dibinə tökürsünüz. Kağızı da artıq ata bilərsiniz. Belə bir şey, yəni bu formadadır ritual. Onu edəcəm yəqin ki. Belə aldıqlarımı sizə göstərmək istədim. Siz nə düşünürsünüz? Aldıqlarımı bəyəndiniz? Yoxsa yox? Fikirlərinizi rəylərdə qeyd etməyi unutmayın. Növbəti günlərdə görüşərik. Hələlik. The next day. Hər kəsə salam. Mən dərsdən gəlmişdim. Bağlamalarım gəlib. Əslində açdım. Sonra fikirləşdim bəlkə göstərim. Düzdür. Keçən dəfə də sizə aldıqlarımı göstərmişdim. Ard-arda belə olacaq deyə fikirləşdim bəlkə göstərməyim. Nəysə, gəlin göstərim. AliExpress-dən belə bir eynək üçün qab almışam. Belədir, eynəyi bura taxırsınız. Az yer tutur deyə xoşuma gəldi. Eynək qabları böyük olur və hər çantaya sığmır. Ona görə bir dənə beləsini aldım. Daha sonra belə bir biquca almışam. Məndə 2 dənəli var. Onlar biraz daha böyükdülər. Mənim yəni çolkalarım çox da uzun deyil. Ona görə belə nisbətən dar olanını aldım. Baxın, belədir. Və saçımı vurmaq üçün belə bir şey almışam. Mən hamam xalatının kəməri ilə vururam. Fikirləşdim ki, belə bir şey alım. Bu da belə eynən hamam xalatı qədər uzundur. Ucu bu formadadır və 2 dənə də belə rezini var. Və çox qəşəngdir, yumuşaq materialdadır. Düşünürəm ki, bundan yatmaq da asan olacaq. Digərindən fərqli olaraq və həmçinin primer'a girmişdim. Oradan bir-iki şey almışam. Qəşəng şeylər var aldıqlarım arasında. Gəlin onları da sizə göstərim. Daha söhbət açılmışkən. Bu arada Dyson'ı qaytardım və qaytardığım gün peşman oldum. Çox qəribədir, çox qərarsız idim ki, qaytarım yoxsa yox. Çünki bir başlığında defekt var idi. Amma əslində mənə defektin pulunu ödəyirdilər, 47 evro. Sadəcə biraz qorxdum ki, sonra başqa şeylərində xarab falan çıxar, üstümdə qalar. Düşünürəm ki, yəqin ki, yenə sifariş eləyəcəm. Bu Dyson söhbəti bitmir. Nəysə, biraz da fikirləşim. Həm də onsuz da indi saçlarım biraz ədəldir deyə bu formada buruqlar saçımı qurutmur. Saçıma daha yaxşı gəlir məncə. Ona görə bir müddət belə istifadə eləyəcəm. Bu oğlana baxın. Bu oğlana baxın, bu oğlana, bu gözəl oğlana baxın, gözəl oğlana. Mənim canıma. Moçim. Çox yaxşı oğlandır. Balamın əllərinə baxın, nə gözəldir, görürsünüz. Balamın əllərinə baxın, ayaqlarına baxın, mən işləyəcəm. Seni yeyərəm, Moçi. Canımdır mənim, canım. Gözəl balam. Şəkil çəkdirməkdə Salihə oxşuyub. Heç belə arası yoxdur, poza versin. Baxsın, xalqın pişikləri necə baxır şəkillərə, Moçi. Sən niyə baxmırsan? Yat. Mənim canım deyə, elə çox istəyirəm bu oğlanı. Elə yaxşı oğlandı, elə yaxşı oğlandı. Bir də bu arada belə qızıl gül almışam. İstəyirdim əslində, dibçək üçün olan qızıl gül çoxdandır.
Və gördüm evə gələndə burada Asiyalı bir dənə xanım var. Mən həmişə demək olar bu qabları filan hamısını ondan almışam. Çox qəşəngdir. Mən işıq düşür, biraz rəngi tam bilinmir, amma dibçək qızılgülünü çox bəyənirəm. Üstündə də bir neçə dənə açılmamış görürsüz. Balaca şeylər var. Bunlara nə deyirlər? Ləçək. Yoxsa qızılgüllərdir, amma açılmayıblar. Çox gözəldir. Mən də bitkiləri çox sevirəm. O qədər xoşum gəlir baxmaq, təzə yarpaqların çıxdığını görmək. Yəni belə deyim də, bir ev heyvana baxmaq kimi bir şeydir mənim üçün dibçəyə də baxmaq. Nəysə, gedim action nə idi? Primark blokumu gətirim. Primarkdan aldıqlarım, daha çox ev üçün nələrsə almışam, amma özümə də aldığım bir iki şey var. Salihə də almışam, belə evdə geyinmək üçün rezin tapçıqalar 5 euroya. Daha sonra belə corablar almışam. Bu da Salihindir. Neçə dənədir burada? 1, 2, 3, 4, 5 cütü 7 euroya. Yəni orada belə şeylər çox əla olur. Moçi girdi klok artıq. Buna baxın. Moçi hara girdin sən? İmkan ver, Moçi. Moçi, başa düşürək balam. Molodis mənim ağıllı balama. Molodis mənim quzu balama. Quzudur mənim balam. Mənim balam məstandır. Moçi yaxşı oğlandır. Həqiqətən mənə başa düşdüyünü, yəni hiss edirəm. Başqa otaqdan çağırıram ki, Moçi gəlir. Bunları hamam otağı üçün almışam. Bir açım. Bu belə diş fırçası qoymaq üçün qabdır. Bunu almışam 4.50-yə. Bu da eyni sabun qabıdır. Bu da 5 eurodur. İkisini belə dəst formasında istifadə etmək üçün almışam. Onsuz da mən sabunlu refill alıram. Paltarları qoymaq üçün belə bir korzinka almışam. Bu formadadır. Bunu da almışam 6 avroya. Çoxdan da almaq istəyirdim. Xoşuma gələn çıxmırdı qarşıma. Axır ki tapdım istədiyim kimi. Belədir. Bunu elə kuxnaya, paltaryanın yanına qoyacağam. Organizer almışam. Biri üstü belə bağlıdır, zamoklu və 3 euroya düşmüşdü. Bunu fikirləşdim ki, qış paltarlarını falan içinə qoyub, şkafın üstünə qoya bilərəm. Bir də belə almışam, balaca organizer. Bu balacaları mənə daraq falan qoymaq üçün lazımdır. O birilərinə baxaram da istifadə edərəm. Yəni, həmişə lazım olduğu şey almışam. Bunları əslində piknik üçün aldım. Belə bıçaq yoxdur deyəsən. Qaşıq və çəngəl dəstidir. Ümid edirəm bu uşaq üçün deyil. Gəlin açaq baxaq. Mən əslində fikirləşdim ki, piknikə falan gedəndə istifadə eləməyə yaxşıdır. Necə açılır bu? Qaşıq. Nəsə var başqa görə. Çıx da. Yoxdur. Qaşıq və vilkadır bu formada. Biraz uşaq şeylərinə oxşuyur. Salih deyəcək nə almışsan bunu? 100%. Nəysə. Özümə aldıqlarım əlaqə saxladım. Deməli, özümə belə bir şortik almışam. İnanırsınız, 1-2 gün əvvəl bir dənə look gördüm və dedim ki, mən bu şortikdən tapmalıyam və bugün eynisini gördüm. Belə nazik, düzdür, çox belə prospektiv eləyən materialdadır. Bunu aldım 11 avroya. Təzə pəllik saydı falan. Bir də belə bir papaq almışam. Bunu da fikirləşdim ki, onunla look eləmək olar. Ümid eləyirəm bu mənə yaraşar, çünki orada try eləyə bilmədim. İçində belə qəribə bir şey var idi. Ümid eləyirəm ki, mənə yaraşacaq. Saçımın rəngi biraz açıqdır. Amma bununla çox gözəl bir look var ağlımda. Bunu eləməyi düşünürəm. Nəysə belə aldıqlarımı sizə göstərdim. Bu arada bu saçlarımı mən 1-ci gün vurmuşam. Bugün 4-cü gündür. Və buruqlarım hələ də olduğu kimi qalıb, təsəvvür edirsiniz. Ona görə bu Heatless Curl metodundan çox xoşum gəlir. Həm ziyan vermir saça, həm də ki, inanılmaz qalıcıdır. Bir dənə şolkalarımı ütü feni ilə vurmuşam. Amma yəni okeydir. Bir dənə onlarda bir dəfə ütü istifadə eləmişəm. Nəysə, belə. Bugünlük bu qədər. Gedim aldıqlarımı yerinə qoyum. Bir də bu həftə ola bilsin ki, tenisə başladım. Müəllim hələ mənə cavab yazmayıb, amma mən 6-cı gün dərs üçün yazılmışam. Çoxdan da bunu istəyirdim, keçən ildən. Düzdür, keçən il biraz məsuliyyətsizlik elədim, axtarmadım. Həm də köçüb edirdik deyə çox başımız qarışıq idi. Bu dəfə tapdım, evimizin yanında belə deyim, tenis klub var. 6-cı gündə gedəcəm ora. Getməyi düşünürəm. Bir müddət gedim trenerdən öyrənib. Çox istəyirəm. Düzdür, qolumda biraz zədə var. Bir aydan çoxdur ki, ümid edirəm ki, o mənə tenisdə belə deyim, müşahidə eləməz. Əgər alınsa oradan görüntülər çəkəcəm. Düz birinci dəfə gedəcəm. Bilmirəm nə dərəcədə rahat olaram yoxsa yox. Baxacağam. Bəlkə növbəti dəfələrdə çəkərəm. Nəysə dedim, sizə də məlumat verim. Ümid edirəm alınar və 6-cı gün gedərəm. Bu qədər. Hələlik. One eternity later.
Salam dostlar. Mən bugün tenisə gəlmişdim. Kameramı götürməmişəm, amma dedim telefonla çəkim. Biraz kadrlar çəkmişəm. Əslində qrup dərsi idi. Sadəcə bugün mən tək idim. Ona görə private dərs kimi keçdi. Ancaq mənlə məşğul oldu. Çox qəşəng keçdi. Çox əyləndim yenə. Çox sevirəm tenisi. İkinci dərsdə gəlirəm, amma bütün həftəni gözləyirəm ki, 6-cı gün gəlsin. Tenis dərsimə gedim. Belə, indi gedirəm evə. Hardasa 1 saat məşğul oldu. Sadəcə qapı bağlıdır. Digər qapını tapmalıyam. Gedim qapını tapım. Evə gedəcəm.